Nəsrəddin Tusi qonaq idi bir çobana. Çoban dedi ki, gəl içəridə yat. Dedi, yox, mən bayırda yatacağım. Dedi, yağış yağacaq. Nəsrəddin Tusi, Xacə Nəsrəddin Tusi, rəsədxana tikib bu kişi. Baxır belə. Deyir, yox, mən bayırda yatacağım. Çoban deyir, gəlsən, oyatma məni ya, durmayacağam. Narahat olma. Gecənin yarısı ildırım çaxdı. Yağış yağır. Nəsrəddin durur, bu nə yağışdır? Havada bu yox idi. Döyür çobanın qapısını. Çoban deyir, dedim sənə də açmayacağam. Dedi ki, açma, buraxma, bir dənə sualım var, ona cavab ver. Sonra qədəbəq qalamağa razıyam yağışdı. Açdı çoban, nə deyirsən? Dedi, mən Xacə Nəsrəddin Tusiyəm. Ay, ağa bağışla. Dedi, yox, o qalsın. Xacə Nəsrəddin Tusi hülakilərin vəziri idi. Elə belə adam dördü ya. Alimliyi ilə bərabər vəzifəsi də var idi, paqonu da var idi. Dedi, mən bu elmdə bilmədim yağış yağasını. Sən hardan bildin? Dedi, ağa, bunu bilməyə nə var ki? Elə ki, gördüm bu Allahın köpəyi. Girdi hində yatdı, bilginən ki, yağış yağacaq. Çöldə yatdı, bilgin hava yaxşı olacaq. Burada dizini yerə qalxızdı, əllərini görə. İlahi, bu qədər oxudum, bu qədər öyrəndim, amma itin qədər bilmədim.